Salam uşaqlar. Gəlin indi biz bu günləri orta sürət və hərəkətin nisbiliyi olan Dimin test topusundan alınan suallara baxaq. Birinci sualda deyir ki, mexaniki hərəkət zamanı fiziki kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Əlbəttə ki, yer dəyişməyə görə orta sürət. Yəni yer dəyişmə sıfır ola bilər deyə yer dəyişməyə görə orta sürətə sıfır ola bilər. Bizim cavabımız birincidə A variantı. 2. Avtomobil Bakıdan Şəkiyə qədər olan 320 kilometr məsafəni 5 saat müddətinə gedir. Avtomobilin yola görə orta sürətini hesablayın. Bizdə yol nə qədər veribdir? Yol verib ki 320-dir, elə deyilmi? Kilometrlə veribdir. Nə qədər müddətə? T bərabərdir 5 saata. Və bizdən əgər variantlarımızda metr bölünsün saniyə ilə verməyib, kilometr bölünsün saatla verib deyə mən çevirmələr aparmıram. Yalnız 320-ni 5-ə böləcəm. Yola görə orta sürət nə idi? Yol bölünsün zaman. O da 320-ni 5-ə böləndə nə eləyir? 64 eləyir. Cavab B variantı. Sonra üçüncü sualda onun kimi də orada da 250-ni 5-ə böləcəyik. Orada cavab alınacaq 56 D variantı. Dördüncü sualda nə deyir? V1 6 metr bölünsün saniyədir. V2 də 8 metr bölünsün saniyədir. Birinci avtomobilin ikinciyə nəzərən. Birinci avtomobilin ikinciyə nəzərən sürəti soruşursa, mən belə yazacağam. V1, 2. O da bərabər olacaq. V1 vektoru çıxılsın V2 vektoruna. Və baxıram ki, V1 nədir? 6 minus burada əks istiqamətdə hərəkət etdikdə avtomobillər biz bilirik ki, onlar toplanmalıdır, elə deyilmi? Və burada əks istiqamətdə hərəkət edirsə, bu avtomobillərdən biri müsbət, biri isə mənfi olmalıdır. Və mən bilmirəm, bu hansı koordinat sistemindədir, hansı mənfi, hansı müsbəti hərəkət edir. Və ona görə də ümumilikdə əks istiqamətdə hərəkət edən cisimlərdən birinin digərinə görə sürəti soruşularsa məndən, mən onları toplamalıyam. Yəni ümumilikdə sürətin modulu bərabər olacaqdır 6 plus 8-ə, o da bərabərdir 14 metr bölünsün saniyə. D variantı. Sonra 5-ci sual. 5-ci sualda eynidir. Orada da toplama əməliyyatı eləyəcəyik. Çünki bir-birinin əksi istiqamətlə hərəkət edir. V2 sola gedir, V1 sağa gedir. Ona görə orada da toplayacaqdım. Cavab 25 alınacaqdı. 6-cı sual. İki avtomobilin birinciyə nisbətən sürətinin modulu nəyə bərabərdir? Aha, eyni istiqamətdə hərəkət etdiklərinə görə artıq mən burada onları çıxmalıyam. Çünki ikincinin birinciyə görə sürəti istənilir burada. Və eyni istiqamətdə olduqlarına görə ikincidən birincini çıxmalıyam. O da 90-dan 80 çıxaram, 10 kilometr bölünsün saat qalır yerdə. Görürsünüz, elə variantlarda da kilometr bölünsün saat var deyə artıq çevirmə aparmamalıyam. Yox, əgər metr bölünsün saniyə soruşsaydı, orada çevirməliydim. 1000 bölünsün 3600-dən çevirmə aparmalıydım. Amma məndən istəmirəm. 7-ci sual. Keçək 7-yə. Eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürət modulu ən böyükdür? Ən böyük olanda demək ki, nə vaxt olurdu? V1 ilə V2 toplananda ən böyük qiymət olurdu sürətdə, elə deyilmi? Bu V sürətinin əksinə hansı gəlir? 4-cü, elə deyilmi? Demək 4-cü ona A nöqtəsinin sürətinə əks istiqamətdə olduğuna görə onlar toplanacaqdı və ən böyük sürət orada olacaqdı. Demək, orada cavab A variantı. 8-ci sual. X ox üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilibdir. Müşahidə başlanğıcından 3 saniyə sonra ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasını hesablayın. Burada isə qrafikə diqqətlə fikir verin. Burada elə də hesablama aparmağa ehtiyac yoxdur. V-nin T-dən asılı qrafikində bura 3 saniyə anında istəyir də məndən.
Birinci fikir verin. Birinci qrafik. 20-dən düşüb gəlib olubdu. Bura nə qədərdir? Gəlib olub 10. Bax, bu istiqamətdə 20-dən azalıb, 3-cü saniyədə nə olubdu? 10 metr. Deməli, V1 bərabərdir 10 metrdir. 20-dən düşüb, 3-cü saniyədə nə olub? 10 metr. İkinci qrafikimə baxıram ki, ikinci qrafik xəttim isə elə 10 metrdir. Elə 10 metrlə də davam edib. 3 saniyədə elə 10 metr olaraq qalıb. Və 2 də bərabərdir 10-dur. Bu da ikincidir. Onların da deyir, ikinci cismin birinci cismə nəzərən sürətin proyeksiyasını hesabla deyirsə, 2-dən 1-i çıxacağıq. Çünki V2 1 soruşur, ikincinin birinciyə. O da V2 minus V1. Ondan 10 çıxanda cavabım 0 alınacaq. D variantı. Da belə. Keçək öbür suala. Digər sual. Əks istiqamətdə bərabər sürətlə hərəkət edən iki cismin hər birinin yerə nəzərən sürəti 2 dəfə artırılarsa, onların bir-birinə nəzərən nisbi sürəti necə dəyişər? Məsəl üçün deyirəm ki, V1 sürəti 10-dur, V2 sürəti də 30-dur, elə deyilmi? Və bunlar əks istiqamətdə hərəkət edir. Əks istiqamətdə hərəkət edirsə, onların nisbi sürətlərini tapanda toplayırdım. 10 üstə gəlsin 30. O da bərabərdir 40-dır. Və deyir ki, bunlar 2 dəfə artırılarsa, 10 2 dəfə artıranda 20 eləyər. 30-u da 2 dəfə artıranda 60 eləyir. Elə deyilmi? Cəmi neçə eləyər? 80. Birincidə 40 alındı, ikincidə 80 oldu. Neçə dəfə artdı? 2 dəfə artmış oldu. Demək cavabım D variantı. Digər suallarda buna oxşardır. Ona görə onu da yazmayacağım. Digər, 12-ci sual. İki maddi nöqtənin sürətinin proyeksiyasının zamanla asılılığı bu şəkildə verilmişdir. Birinci maddi nöqtənin ikinciyə nəzərən sürətinin proyeksiyasının zamanla asılılığını müəyyən et. Birincidən ikinciyə, birinci sürətin ikinciyə nəzərən sürətin proyeksiyasını istəyirsə yazacağıq V1, 2. O da bərabərdir V1 minus V2'ye. O da bərabərdir. V1 neçədir? V1 5T'dir. 5T. Çıxılsın. Mötərizədə 2 nə qədərdir? 3T plus 2 bərabərdir. O da eləyəcək. 5T mötərizənin xaricindəki mənfi, mötərizənin daxilindəki müsbəti ilə mənfi eləyəcək. Çıxılsın. 3T çıxılsın 2. O da bərabərdir. 2T minus 2'ye. Bu qədər. V bərabər olacaq 2T minus 2'ye. Cavab A variantı. 12'də cavab A variantı. Sonra 13-cü sual. Çay axını istiqamətində suya nəzərən kilometr bölünsün saatdır. Burada çevirmə aparmalıyıq. Çünki bizim variantlarımızda kilometr bölünsün saatla deyil, metr bölünsün saniyə ilə istəyir. Ona görə mən burada 36 kilometr bölünsün saat bərabər olacaq. 36 vurulsun 1000 bölünsün 3600'dən. Bunlar ixtisar gedəcək. Bundan bu da ixtisar gedəcək. Yerdə nə qalacaq? 10 metr bölünsün saniyə. Bu qayığın sürətidir. Deməli, V qayıq bərabərdir 10 metr bölünsün saniyədir. 600 metr məsafəni S bərabərdir 600 metr. Məsafəni 50 saniyədə qət edir. Demək, T bərabərdir 50 saniyə. Mən buradan nəyi tapa bilərəm? V-ni tapsam ümumilikdə V bərabər olacaq 600 bölünsün 50. Bundan bu geçsə yerdə 60 bölünsün 5, 12 qalacaq. Elə deyilmi? Nə yaza bilərəm? V bərabər olar ümumi sürətim. Çay axını istiqamətində suya nəzərən sürətlə. Çayın axın istiqamətində üzürsə bu, onda onları V qayıqla V çayı mən toplayaram da. V qayıq
Üstə gəlsin V çay. Çünki qayıq çayın axın istiqamətində üzür. Buradan alınar ki, 12 bərabərdir. Qayıq nə qədər verilibdir? 10 üstə gəlsin V çay. Mən buradan tapsam V çay nə olar? 12 minus 10 bərabərdir 2-yə. D variantı. Sonra 14 də bunun kimidir. Yəni onu yazaq. Baxaq görək nə deyir burada. Çay axınının əksi istiqamətində suya nəzərən qayıq və qayıq deyir. 36 kilometrdir. 10 metr bölünsün saniyə çevirəndə 10 metr bölünsün saniyə olacaq. Bayaq çevirmə apardıq. Qayıq 400 metr məsafəni 50 saniyə T bərabərdir 50 saniyəyə qət edir. Çayın axın sürətini hesablayın. V-ni tapsam S bölünsün T-dən 400 bölünsün 50 bu qalacaq 8. Hesablasam çayın axının əksi istiqamətindədir. Əksi istiqamətində deyirsə onda yazacağım ki V qayıq üstə gəlsin V çay bərabərdir 8. V qayıq nə qədərdir? 10 üstə gəlinsin. V çay çayın sürətini istəyir. Bərabərdir 8. Oradan da V çayı tapsam yenə 2 metr bölünsün saniyə olacaq. On beşinci sual. 5 metr bölünsün saniyə sürətlə hərəkət edən və uzunluğu 150 metr olan qatar nə qədər müddət qarşıdan gələn 10 metr bölünsün saniyə sürətlə malik qatardakı sərnişinin yanından keçər. Deməli, burada mən nəyi tapmalıyam? Məndən nə veribdir? V. V bərabərdir yazaram 15 metr bölünsün saniyə. Hərəkət edən və uzunluğu S bərabərdir 150 metr olan qatar nə qədər müddətdə qarşıdan gələn 10 metr sürətə malik qatardakı sərnişinin yanına çatır. V bərabərdir burada. Bu V1-dir. Buna V2 deyək. 10. Ümumilikdə V nəyə bərabər olar? V1 plus V2 yazsam V1 plus V2 bərabərdir. Bu 5'dir, 15 deyil. Bu 5'dir. 5. 5 üstə gəlsin 10 bərabərdir 15'dir. Nə istəyir? Nə qədər müddətə deyirsə T bərabərdir. Belə yazmayaq. S bərabərdir VT-dən. T nəyə bərabər olar? S bölünsün V-yə. 150'dir S-im. V nə qədər tapdım? 15. Bunlar ixtisar getsə yerində qalacaq. 10 saniyə. Deməli 10 saniyə müddətindədir. Nəyə görə bunları topladıq? Çünki qarşıdan gələn deyirsə, bunlar demək əks istiqamətdə hərəkət edirlər. Əks istiqamətdə hərəkət edəndə onlar çıxılır da axı sürətlərdə ona görə. Sonra digər sual da onun kimidir. Keçək 17-ci suala. İki maddi nöqtənin hərəkət tənliyi verilmişdir. İkinci nöqtənin birinciyə nəzərən sürətinin modunu hesablayın. Birincidə bizdə x1 verib ki 2t plus 2'dir. Mən burada v-ni tapsam x1'dən törəmə alsam qalacaq burada 2. İkinci isə tənlik belədir ki 3t plus 3
V də bərabər olacaq x-dən törəmə alsam qalacaq 3. Eləmi? Nə istəyir? İkinci nöqtənin birinciyə. V2 minus V1 də bərabər olacaq 3 çıxılsın 2 bərabərdir 1. B variantı. Sonra 18 də bunun kimidir. 19-a keçək. Deyir ki, avtomobilin hərəkət vaxtının 1/4 hissəsini 8 metr bölünsün saniyə sürətlə, qalan hissəsini isə 4 metr bölünsün saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini hesablayın. Gəlin mən ümumi zamanı 4 götürüm. Ümumi zamanı 4 saniyə götürək, eləmi? Bunun 1/4-ni, yəni T1 saniyəsi bərabərdir. Belə yazım da bunu. T1 bərabərdir. 1/4 vurulsun 4-sə bu 1 saniyə edəcək. T2 də bərabərdir. 4/3 hissəsini qalan hissəsinə qədər eləyir. 1/4-ni gedibdir. Yerdə qalanda 4/3 olur da. Vurulsun 4-ə. O da ixtisar getsə bunlar. Qalacaq yerdə 3 saniyə. T1 1 saniyə, T2 3 saniyə aldım. Nə qədər deyir burada? V1 deyir ki, birinci 1/4 hissəsini 8 metrə, qalan hissəsini də V2 4 metr sürətlə getmişdir. Nə tapacam burada? Buradan S1-i tapsam, S1 nəyə bərabər olar? V vurulsun T-dən 8 alaram. S2 nə olar? V vurulsun T-dən 4-dən 3 12. Və orta sürəti tapsam mən buradan nə ala bilərəm? Və orta sürəti tapsam, o bərabər olacaqdır. S1 üstə gəlsin S2, yəni ümumi getdiyi yollar S2 bölünsün. T ümumi nə qədərdir? T ümumi də, belə yazmayayım. S ümumi ilə bölünsün. S ümumi deyil. Yazaram ki, V orta bərabərdir S ümumi bölünsün T ümumiyə. S ümumi nə qədərdir? 8 üstə gəlsin 12, S1 üstə gəlsin S2-yə görə. T ümumi nə qədərdir? Ümumi yolunda 4-dür, eləmi? O da bərabər olar neçəyə? 5-ə. Eləmi? 20 bölünsün 4, 5 almış cavab. O da cavab A variantı. İlminci sual. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyası zamandan asılı qrafik verilmişdir. 4 saniyə müddətində cismin orta sürətini hesablayın. Qrafikə fikir verin. Qrafik V-nin T-dən asılılığı verib, eləmi? V-nin T-dən asılılığını bir üçbucaq çəkibdir burada. Bura 4 saniyə verilib, bura sürəti 5 verilib. Mən bu üçbucağın sahəsini tapıb nəyə ala bilərəm? S-i ala bilərəm, eləmi? S bərabərdir fiqurun sahəsinə görə 5 vurulsun 4 bölünsün 2. Üçbucağın tərəflərinin hasili bölünsün 2. O da bərabər olar. Deməli, buradan isə burada qalar 10 metr. Orta sürət nədir? S bölünsün T deyil idimi? 10 bölünsün yerinə qoysam, T neçə saniyədə deyir? 4 saniyədə, eləmi? 4 saniyədə o da eləyəcək 2,5. Cavabım Y variantı. Sonra 21-ci sual. V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə yerə nəzərən sürəti 3V olan sərnişin gedir. Sərnişinin eskalatorla bağlı hesablama sisteminin sürətinin modulu nəyə bərabərdir? V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə deyirsə artıq burada çıxılmalıdır sürətlər. Eyni istiqamətdədirsə sürətlər nə olurdu? V bərabərdir V1 minus V2-dən, o da bərabər olacaq. 3V-dən çıxacam mən burada V-ni, o da bərabər olacaq 2V-yə. Cavab C variantı.
22'də isə deyir V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə eskalatora nəzərən sürəti 3V olan sərnişin gedir. Sərnişinin yerlə bağlı hesablama sisteminin sürətinin modulu nəyə bərabərdir? Burada isə biz V ilə 3V-ni toplamalıyıq. Çünki bizdə birincidə sərnişin eskalatorla bağlı hesablama sistemini soruşurdu. Ona görə mən 3V-dən V-ni çıxdım. 22'də isə sərnişinin yerlə bağlı hesablama sistemində, sürətinin modulunda artıq onları mən toplamalıyım. V üstə gəlsin 3V, 4V eləyəcək orada da. 23. X oxu üzrə düz xətlə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının zamandan asılı qrafikləri təsvir olunmuşdur. A cisminin hansı cismə nəzərən sürətinin modulu ən kiçikdir? Fikir verin qrafikdə. Deyir ki, əgər cismə əks istiqamətdə olarsa, məsəl üçün, mənfi istiqamətdə 3, 4, 5 xətləri verilib, eləmi? O hərəkətlər A-nın əksinə hərəkətlərdir. Bir-birinə əks olanda sürətlər nə olurdu? Toplanırdı. Demək, orada biz sürəti ən böyük alacaqdıq 3, 4, 5-də. Amma fikir verin, 1, 2 A ilə eyni istiqamətdə hərəkət edir və onları müqayisə etsək, 1 A-ya ən yaxındır da. Yəni, ona yaxın sürətlə hərəkət edir. Onları da bir-birindən çıxmalıyıq, eyni istiqamətdə hərəkət edirdilərsə. Məsələn, X oxu üzərində bunlar hərəkət edirlər. Onda A-ya ən yaxın olan 1-dirsə, deməli, sürətin ən kiçik modulu birincidə olacaqdı. Orada cavab B variantı. 24-cü sualda. İki cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Qrafiklərdə hansı ikinci cisim birinci cismə nisbətən sürətinin proyeksiyası zamandan asılılığını ifadə edir? Deməli, burada nə etməliyəm? Mən məsəl üçün deyirəm ki, burada V1x məsəl üçün qrafikində V1x bərabərdir 10 almışam. V2x məsəl üçün almışam, ondan biraz az olacaq, çünki sahə azdır orada. 7 metr məsəl üçün. 7 metr bölünsün saniyə. Metr bölünsün saniyə, eləmi? Və məndən nə istəyir? Qrafikdə ikinci cismin birinci cismə nisbətən sürətini. V2 1 istəyir. Onda nə tapacam? V2 minus V1 bərabərdir. 10 minus 7 bərabərdir 3 alınacaq. Daha doğrusu 7 minus 3. Səhv yazdım. V2 neçə idi? 7 minus 10. O da -3. -3'dür, mənfidə olmalıdır. Hərəkətim bərabər sürətli hərəkətdir. Niyə? Çünki S2-in T-dən asılılığı düz mütənasib asılıqdırsa, hərəkətim düz xətli bərabər sürətli hərəkətdir. Deməli, mən qrafik çəkəndə qrafikdə sürətimin ifadəsini mənfi aldımsa, mənfidə çəkməliyəm və sabit çəkməliyəm. V-nin T-dən asılığı. Cavab A variantı. Da belə.